Hər gün nə bişirim deyə fikirləşən xanımlar mütləq kanalıma abunə olun. Hər gün kanalımda yeni reseptlər paylaşıram. Bu da onlardan biri. Dadı inanın möhtəşəm olur. İlk öncə toyuğun döşəti, but dibi, soğan, biber, qoyunun quyruğu maşınla keçirdirəm. Daha sonra bir qaşıq tomat pastası, duz, istiot, paprika vurdum. Mən duru yağda vurmuşam. Burada unutdum çəkməyi. Azca da duru yağ vurub qarışdırıb bu qaydada yağlı kağızın üzərində soba listinə yığıram. Daha sonra üzərindən belə xəttləri atıram ki, bişəndə yaxşı olsun. Kənarına istədiyiniz tərəvəzlərdən yığa bilərsiniz. Mən bu günləri pomidor, biber və göbələk qoydum. 180 dərəcədə tam qızarana qədər bişirdim. Fikirləşdim ki, bu yeməyin yanına aş daha gözəl yaraşır. İstəyə görə kartof da kənarlarına düzə bilərsiniz. Bu günləri vərməşilli aş hazırladım. Çərə yağında xırda vərməşilləri qovurdum. Üzərinə düyünü əlavə edib, düyünü də yaxşıca qovururam. 5-6 dəqiqə. Daha sonra qaynar su əlavə edib, suyu çəkilənə qədər bişirdim. Artıq suyu çəkilib, üzərinə kərə yağı qoyub, qapağı bağlı şəkildə dəmini almasını gözlədim. Bəyəndinizsə bəyən düyməsinə basıb kanala abunə olmağı unutmayın.